Bugünkü dərsimizdə bir dənə softverlə işləməyi öyrənəcəyik. Bu softver bizə bu imkanı verir, YouTube-dan video download eləyək. Yəni YouTube-da bir dənə video baxırıq və ondan xoşumuz gəlir. Onu kompüterimizə yükləməyə bizə köməklik eləyəcək bu softver. Bir neçə dəlillə görə mən bu softveri seçdim bugünkü dərsimizdə. Biri bu ki, yaxşı işləyir, sürətlə işləyir. Yəni çox tez lazım olan işi görür. Pulsuzdur və download olunan faylın, yəni fayl ki, qərardır biz download eləyək, onun formatını bizə seçmənin imkanını verir. Yəni fərqli formatda eləyə bilirik faylımızı, yükləyək kompüterimizin üstünə. Hər şeydən qabaq gəlin tez işə başlayaq. Bir dənə mən internet browser açın ki, mən Chrome-dan işlədirəm, yəni Google Chrome işlədirəm. Siz eləyə bilərsiniz, ayrı softverlər vardılar, Internet Explorer ya Mozilla və s. Onlardan istifadə eləyəsiniz. Google Chrome, gedin google.com, yəni internet browserinizdə yazın google.com və Google səhifəsinə yönələcəksiniz. Google-da biz search eləyəcəyik free YouTube downloader. Yaxşı. Bunu seçdikdən type edəndən sonra enter vurun və search başlansın. Search-da biz bu sayta gedəcəyik. Burada mənim kompüterimdə 3-cü optiondur. Sizinkində eləyə bilər fərqli düzümdə, fərqli bir yerdə gələr. 3-cü option görürsünüz burada, mən bunu highlight elədim. Bura kilik edirik və gedirik bu sayta və bu sayta getdikdən sonra bu sayt olur youtubedownloader.com, burada vardı və istəsək onu biz highlight eləyə bilərsə, burada youtubedownloader.com səhifəsinə gedəcəyik. Bu səhifədə eləyə bilərsiniz, oxuyasınız, bir sürü bilgilər verir bu softverin necə işləməyinə görə və burada bir düymə var, gördüyünüz kimi böyük bir yaşıl düymə, ortasında bir qırmızı ulduz. Download titlelanıbdır, download adlandırıbdır bu sayt onu və o düyməyə biz kilik eləyəcəyik və yönələcəyik bu web sayta. Bu web saytda da eynən bir dənə böyük yaşıl düyməsi var, ona kilik edirik və download prosesi başlanır. Deməliyəm ki, bu softverin downloadu belə olur ki, ilk öncə bizə bir installer download edir, kiçik bir dənə fayl download edir bizə ki, o faylı biz işə salırıq və o fayl download prosesini idamə verir. Yəni gördüyünüz kimi eləm burada mənim kompüterimdə ki, olur 620 neçə key burada vardı. O fəqət installerdir. Yəni o install prosesini bizə başlayacaq. O download olub qurtardıqdan sonra ona kilik eləyin və burada Windows sizdən soruşacaq ki, nə iş görürsünüz? Mən Windows 7 işlədirəm. O biri Windowslarda da eyni proses qabağa getməlidir. Yəni install eləməyi çox sadə bir prosesdir. Mən bu run-a kilik eləyirəm və bu download eləmə prosesinin başlayır bizə. Bu download eləmə prosesi biraz qalıb kompüterinizin connection'ının sürətinə, yəni internetinizin sürətli, yeyin bir internetiniz olsa, az zaman aparacaq və ya internet connection'ınız çox sürətli olmasa biraz zaman apara bilər. Birinci gördüyünüz kimi burada gəlir və biz next optionuna kilik edirik, next düyməsinə kilik edirik və bizim download prosesimiz başlanır. Yəni əsli faylın download eləmə prosesi burada başlanır. Bu kompüterinizin sürətinə qalıbdır dediyim kimi və bu eləyə bilər biraz zaman apara və mən burada videonu paz eləyirəm. Yəni hövsələli olmalıyıq biraz bəlkə. Download eləyə bilər zaman apara. Mən burada videonu paz eləyirəm və bu download olub qurtulduqdan sonra qaydacıq elə qaldığı yerdən idamə verəcəyik. Bu nəhayət ki, o pakejlər, lazım olan pakejlərin download olması yəni initiate oldu, başlandı və ağırı getdi. Və biz başlayırıq installation prosesimizi və next-i kilik edirik. Və birinci pakejin download olması ki, başlandı. Biz indi bir yol installation'ını biz başlayacağıq və burada bizdən soruşur ki, istəyirsiniz, yəni biz gələk bunun policy ilə, yəni license agreement deyərlər software dünyasında. License agreement'in biz qəbul eləməliyik. Birinci optionu seçməliyik ki, olur I accept the agreement. Yəni mən agreement'i accept edəcəm. Gördüyünüz kimi next düyməsi burada enable olur və onu biz kilik edirik və gedirik o bir mərhələyə
Və burada bizdən soruşur ki, hara istəyirsiniz bu faylınızı download eləyəsiniz. Mən default qoyuram qalır. Bunu dəyişdirə bilərsiniz. Browse düyməsinin burada vardı. Onu seçib və hara download elədiyinizi dəyişdirə bilərsiniz. Mən next düyməsini seçirəm. Burada fərqli optionlar bizə verir ki, eləyə bilər bizə desktopumuza icon bir dənə qoya. Quick Launch icon qoya ki, kompüterimizin sağ tərəfində ki, oradakı saatı falan görürük. Ora bir icon qoya ya desktopumuza və shortcut bir dənə yarada ki, eləyə bilib bu icon mən Quick Launch və Create desktop iconu götürürəm və qoyuram ki, desktopuma bir dənə shortcut, bir kəsə qoya ki, mən bu softveri starta getmədən eləyə biləm, run eləyəm. Next-i seçirəm burada. Və iki option varımızdır install eləməyə. Mən yenə də default'ın qoyuram qalır və install prosesin, yəni install düyməsini seçirəm. Gördüyünüz kimi çox sürətlə bunu install eləməyə başlayır və yenə kompüterlərdən fərqlərdən asılıdır. Kompüterlər fərqi var bir-birinə. Biraz zaman az ya çox apara bilər və nəhayət bizə bir imkanı verir ki, biz işimizin axırında, yəni burada installation, yəni install eləmə, taxma prosesi qutuldu. Gələcək biz burada o mən optionu seçirəm ki, bu option bizə deyir ki, istəyirsiniz zaten bu YouTube downloaderi işə salaq. Mən deyirəm hə, işə salsın. Və burada biz finish düyməsini vurub və yeni download elə bir dənə web page-ə gedir. Orada thank you falan, yəni sağ olasınız falan deyir bizə ki, biz onu istəmirik. Yəni istəsiniz oxuyun, yaxşı bilgilər verir bu softverə görə və bizim işimiz burada bundan bu softverlə başlayır. Gördüyünüz kimi softver burada run olubdur. İndi bir yol run olmasa gedərsiniz start butonuna burada və burada free YouTube downloader olmalıdır. Görmürsünüzsə burada type eləyin. Yəni eləyə bilər ki, orada görsənməyə birdən. Orada bir dənə free YouTube downloader type eləsəz, bu gələcək sizə və siz bunu görə biləcəksiniz ki, gördüyünüz kimi mənim kompüterimdə birinci optiondur. Və burada bu kompüterin bir gözəl optionları var, yəni bu softverin ki, burada gördüyünüz kimi kiçik bir boxda, kiçik bir cəbədə açılıbdır, kiçik bir menyuda açılıbdır. Birinci optionu bunun olur ki, o YouTube videosu ki, URL-in seçsiniz, yəni YouTube videosu ki, bəyənibsiniz və istəyirsiniz onu download eləyəsiniz, onun adres barını sizə verir. İkinci optionumuz buradakı biz seçə bilərik. Bu bizə outputumuzun formatını, yəni istəyirəm ki, mən faylı download elədim, hansı formatda kompüterimdə save olsun. Onu verir mənə, o imkanı verir mənə. Burada olur ki, istəyirsiniz adını videonuzun kvalitəsi necə olsun, yəni nə qədər olsun, o optionu seçə bilərsiniz. Ki, ilk öncə biz bir URL tapmalıyıq YouTube-dan, yəni o videoyu ki, istəyirik download eləyək, onun adresini biz tapmalıyıq. Bir dənə mən Chrome açıram, yəni internet browser ayrısından istifadə edə bilərsiniz. Mən bir dənə Chrome açıram və orada gedirəm YouTube-a, youtube.com. Bu YouTube-da biz bəyəndiyimiz videonu axtaracağıq, onun URL-ini tapıb və indi download elədiyimiz softverdən istifadə edib onu download eləyəcəyik. Mən istəyirəm bir də bir tar videosu download eləyim. Mən çox tar böyük həvəskarıyam. Tardan çox xoşum gələr. Tar Ramiz müəllimin ifalarının birindən mən axtarıram. Və burada gəlirəm elə ilk məhəbbət, the first love, xalq. Bəlkə xalq musiqisi mən başım çıxmaz. Çox bəyəndiyim musiqilərdən biridir. Mən bunu seçirəm burada və gəlirəm burada adres bara və adres barda bunun URL-ini copy eləyirəm. Yaxşı, seçin, right click edin, copy. Ya Ctrl+C həmən işi görər. Gəlirəm sonra softverimə və burada URL-i paste eləyirəm. Ctrl+V ya paste. Right click, sonra yəni sağ click, sonra paste eləyəcəksiniz. Və burada mən outputun formatını seçirəm. Burada outputun formatını seçirəm. Burada gördüyünüz kimi, burada biz outputumuzun formatını seçə bilərik. Mən burada gəlirəm, məsələn deyək, burada olan seçənəklərimizə bir baxaq. Birincisi istəyirik iPhone-da qulaq asaq, ya iPad-də qulaq asaq ki, H.264 formatın seçir bizə və sair optionlarımız var. Dənə-dənə bunlara bir baxarıq. Məsələn qoyaq, biz istəyirik bunu məsələn deyim, neyniyək? Qoyaq məsələn iPhone-da istəyirik biz baxaq bunu. iPhone-umuz vardı və istəyirik iPhone-umu yükləyək sonra baxaq. MOV tanınmış Apple-ın formatıdır və kvalitini seçirik biz burada. Elə bir standart kvalitet ola
high quality ola və sairə və getbə-getdə HD definition olar. Mən lap yuxarı definition seçirəm ki, 1080 full high definition'dır. Bu videonu ki mən rekord edirəm. Bu zaman bizim lap yuxarı resolutionlardan biridir. Bəlkə YouTube-da ən yuxarı resolution budur. 1080 yəni 1080. Bunu mən seçirəm və download düyməsinə klik edirəm. Faylınızın size-ına qalmadan və internetinizin sürətinə. Yəni faylınız böyük olsa çox zaman aparacaq. Bir də internetinizin sürəti az olsa bundan artıq zaman apara bilər. Biraz zaman aparacaq və bu faylınız download olacaq və biz gözləyirik ki, bu fayl download ola. Bizim faylımız download oldu və bu optionu görürsünüz. Yəni qutulduqdan sonra bu imkanı verir bizə ki, bu faylı oxudaq. Ya biz bu indi download olduğum ya bir necə deyim, əlavə fayllar, yəni bundan başqa ayrı faylları da download eləyək. Biz istəyirik bu faylımızı oxudaq və bunu klik eləsək görəcəyik ki, bizim faylımız burada download olub və oxumağı başlayacaq. Nəhayət belə çox umuram ki, yəni ümidim budur ki, çox xoşunuz gələr və bir də bir şey axırda deməliyəm. O da bu ki, faylınızın harda olduğun, yəni bu faylı siz görəsiniz harda save oldu. Buna bir klik eləyə bilərsiniz və görə bilərsiniz ki, bu fayl harda save olubdur. Buna biz klik eləsək və bu faylın save olduğunu bizə göstərəcək ki, harda save olubdur. İndi bunu kopyalayıb ayrı tökə bilərsiniz və burada da adresini yazıb ki, bu fayl harda olduğu ki, mən bu free YouTube download adında bir folder varımızdır və mən path'ın bütöv göstərsəm sizə. Mənim C drive'ımda users və documents filan. Mən my documentimdə bir dənə folder açıb və download eləyib ora və bu faylı götürüb istifadə edə bilərsiniz. Gördüyünüz kimi də fayl MP4'dur. İnşallah dərdinizə dəydi. İnşallah bir şeylər hamımız birlikdə öyrəndik və sağ olun.